Evdə övladın tərbiyə olunmasında, İslami tərbiyə almasında ananın böyük rolu var. Bir dənə hekayə danışacağım. Yəni bildiyim kimi, yəni bir kitabdan oxuduğum, bir qardaşımın mənə verdiyi bir broşurkadan oxuduğum bir hekayəni sizə danışacağım. Elm tələbələrindən biri, yəni Qur'an-ı Kərimdən bir ustaz şeyxdən dərs alan, Qur'an müəllimindən dərs alan tələbələrdən birinin danışdığı bir hekayədir. Günlərin bir gündə deyir, şeyximizlə birlikdə Qur'an halqasında oturmuşduq. Məscidə bizim halqamızın yanına ədəblə bir 9 yaşında olar bir oğlan uşağı gəldi. Və sakitcə durub şeyxin sözünün qurtarmasını gözlədi. Ondan sonra icazə istəyərək müraciət etmək üçün icazə istədi. Dedi ki, şeyx, olarmı mən də sizin halqanızda iştirak edeyim? Halbuki o halqada oturanlar hamısı Qur'an hafizləri idi və Qur'anın qiraətlərini öyrənirdilər. Yəni ki, yüksək səviyyəli tələbələr idi. Yəni ki, biz deyir, dönüb balaca uşağa baxdıq və gülümsədik ki, yəni bura sənin yerindir. Şeyx təbəssümlə uşağa dedi ki, oğlum, sən Qur'an-ı Kərimdən bir şeylər bilirsənmi? Dedi, bilirəm. Dedi, cüz əmmədən məsəl üçün, Nəziət surəsini deyə bilərsən. Çox gözəl şəkildə deyir, səlis bir şəkildə Nəziət surəsini oxudu deyir. Dedim, Təbarəkə cüzdən bir şey bilirsənmi? Dedi, bilirəm. Filan surəni bilirsən, bilirəm. Filan surəni, Qiyaməni bilirsən, bilirəm. Əl-İnsan surəsini bilirsən, İnsan surəsini bilirəm. Sonra dedim, deyir, sən Nəhl surəsini bilirsənmi? Dedi, bilirəm. Oxumağa başladı və mən saxlayana qədər deyir, davam elədi. Ən gözəl şəkildə oxudu. Dedim, sən Baqara surəsini bilirsən, bilirəm. Oxudu, deyir, xeyli oxudu, biz də dinlədik, deyir. Axırda soruşdum, deyir ki, sən Qur'anı əzbərdən bilirsənmi? Dedi, bilirəm. Məsəl üçün, deyək ki, uşaqdakı ədəb və tərbiyəyə baxın ki, elə əvvəldən soruşanda demədi ki, şeyx, mən Qur'anı əzbərdən bilirəm, demədi. Şeyx dedi ki, sabah və yaxud da hər hansı bir vaxt təyin elədi və dedi ki, valideyninlə birlikdə gələrsən, atanla birlikdə gələrsən. Təyin olunan vaxtda biz dərsdəykən bir də gördük, deyir, yəni zahiri görkəmindən heç də sünnənin əlamətləri olmayan bir kişi ilə bu gəldi. Uşaq gəldi, şeyx baxıb belə təəccübləndi, deyir buna. O kişi dedi, deyir, mənim zahiri əlamətlərimə baxıb, yəni təəccüb eləyirsən, eləmi? Dedi ki, deyir, mən səni daha da təəccübləndirim mi? Dedi, şeyx bunun üzrə baxır. Dedi, mənim bir dənə də oğlum var. O da Qur'an hafizidir. Bunun kimi. Deyir, mən səni biraz da təəccübləndirim mi? Dedi, bunlardan kiçik 7 yaşında oğlum var. O da hafizdir. Dedi, mən səni biraz da təəccübləndirim mi? Mənim, dedi, 4 yaşında qızım var. Cüz əmməni əzbərdən bilir. 4 yaşında. Şeyx özünü saxlaya bilmədi. Dedi, Subhanallah, Barakallah, Təbarakallah. Dedi, bunlara necə nail olmuşsunuz? Deyir, hamı evlənərkən qadın seçəndə gözəlliyini, fiziki qoruluşunu və yaxud da nə isə dünyavi şeylər axtarır. Amma mən deyir, evlənərkən imanını, təqvasını və biliyini axtardım. Və mənim zövcəm, yəni ki, övladlarını dil açandan onlara Qur'an ayələrini öyrətdi. Onlara Qur'anı əzbərlətdirdi. Durmadan, məsəl üçün, bir surəni verdi, onlara əzbər verdi və bunun üzərində dayanaraq onları, məsəl üçün, deyək ki, çalışdırdı. Bütün günü, yəni övladlarının Qur'an əzbərləməsi üçün, yəni ki, vaxtını sərf edirdi. Onlardan, məsəl üçün, deyək ki, kim ən tez surəni əzbərləsə, məsəl üçün, axşam yeməyini, şam yeməyini o təyin edəcək. Şam yeməyinə filan şey bişir deyə. Məsəl üçün. Onlardan hər kim cüzü ən əvvəl təhvil verərsə, deməli, həftə başında gəzməyə, məsəl üçün, harası getmək üçün yeri o təyin edəcək. O təyin edəcəkdir. Deyir, deməli ki, illik tapşırığı, məsəl üçün, kim
təkrarları və yaxud da əzbərləri kim daha tez təhvil verirsə, səyahətlərə və səfərlərə çıxmaq üçün yeri o təyin edəcəkdir. Beləliklə deyir, yəni ki, mənim övladlarım belə, mənim zövcəm, yəni ki, evdə bunların tərbiyəsi ilə məşğul olan, yəni ki, bir müəllimədir, durmadan. Şeyx dedi, deyir, həqiqətən qiyamət günündə Allah Subhanahu taala'nın hesab çəkdiyi gün başına tac qoyulan qadın bax budur dedi. Qoyulacaq qadın. Həqiqətən. Allah bütün subaylarımıza belə zövcələr nəsib eləsin. Bizə də çox yəni ki diqqətinizi çəkirəm sizin. Bizə də lazımdır ki, bizim övladlarımızı, xüsusən də qız övladlarımızı bax bu tərzdə yəni ki tərbiyə eləyək. Onlara dinimizi öyrətək, onlara əxlaqı öyrətək, onlara sünnəni öyrətək, onlara Qur'anı əzbərlətək ki, sabah onlar bir ailənin müəlliməsi, bir tədrisçisi olsun. Analar nəsillərin tərbiyəçiləridir. Bir evdən nə qədər yaxşı övladlar çıxırsa, onların tərbiyəçisi anadır. Bilin ki, anadır. Bir evdən nə qədər əxlaqsız, tərbiyəsiz insanlar çıxırsa, bilin ki, oradan, yəni ki, orada tərbiyənin kasıtlığı var, kasıblığı var orada, naqisliyi var. Sözsüz ki, bu ananın üzərində olan mütləq vəzifələr deyil. Bu elə hər şey ananın üzərində. Yox, elə başda duran ata daha çox məsuldur. O şəraiti yaradacaq, ondan sonra nəzarət eləyəcək, daim dua eləyəcək övladları üçün ata olduqca məsuldur. Olduqca məsuldur. Mütləq, yəni ki, övladın İslami tərbiyəsi üçün diqqət edin. Proqram qurmaq. Məsəl üçün, yarım illik proqram qurmaq və bunların səmərəsini övladdan və müəllimlərdən mütləq tələb etmək lazımdır.